Dəyərli izləyicilərimiz, siz Haqqın Sədası proqramını izləyirsiniz. Bizim bugünkü mövzumuz imanın həyata təsiridir. Qonağımız isə ilahiyyatçı Həbib Xəlilovdur. Həbib bəy, istərdik mövzunu daha nikbin tərəfdən davam edək. Bundan öncə biz imanı zəiflədən, imanı puça çıxardan əməllər haqqında danışdıq. Bəs bunun əks tərəfi vardı ki, inanırıq ki, tamaşaçılarımız üçün də çox faydalı olacaq. Bəs imanı gücləndirmək üçün nə etməliyik, nələr etməliyik, bu proqrama nələr daxildir və biz özümüzə necə stimul verək ki, imanımız daha da güclənsin? Bu haqda zəhmət olmasa. İmanın da gücləndirməyinin bir neçə dənə yolu vardır. Bəli, biz onlardan istifadə eləməliyik. Birincisi, insan səy göstərməlidir. Qəfləti aradan aparmalıdır. Qəflətdə qalmamalıdır. Qəflət ən insanın həyatında ən çətin amillərdən birisidir ki, insanın qəfləti onun, belə deyək də, dünya ilə vidalaşan vaxtında əgər cəsarətli insan olsa, o vaxtı ayılır ki, can verən vaxtında. Ki, insan Əli əleyhəssalam bunun barəsində, insanın qəflətdə olmaqlığı barəsində Həzrət buyurubdur ki, təəccüb eləyirəm o insana ki, gündə ölümü görür. Ölüm barəsindədir. Qəflətdədir o insanlar ki, ölümü görürlər, yenə də ayılmırlar. İmanın güclənməsindən ötürü də biz nə etməliyik? Birinci növbədə qəfləti aradan aparmalıyıq ki, qəflətdə olmayaq. Bəli. Ona görə də istəyərdim ki, bir Qur'an ayəsini, Əraf surəsinin 179-cu ayəsinin tərcüməsini sizlərə çatdıram. Bəli. Buyurur ki, Allah-u Mütəal doğrudan da biz cin və insanların çoxunu sanki cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla həqiqətləri dərk etmirlər. Onların gözləri var, lakin onunla ibrət üçün baxmırlar. Onların qulaqları var, amma onunla haqqı eşitmirlər. Onlar heyvanlar kimi bəlkə onlardan da daha azğındılar. Çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda batil və puç yola gedərlər. Və onlar həmin qafillərdir. Qəflətdə, bəli. Qəflətdə olanlardır ki, görür, baxır, məsələn, cəmiyyətimizdə də çoxdur. Məsələn, görür, ata da dünyadan gedir, ana da dünyadan gedir. Bəzi görürsən ki, ehsanat eləyir, ehsanatın mahiyyətini bilmir. Gəl, cəmahat eləyir, filan kəsdə oldu, bizdə də olsun. Məsələn, oturub ona danışanda ki, belə sən bu məclisə xərc eləyirsən, pul tökürsən, bunun axirətə nə faydası vardır? Bəzən də görürsən, deyir, oradan kim xəbər getirib gəlibdir? Bu cür sözlərdən istifadə edirlər. Amma görürsən ki, qəflətli olduğu üçün, əgər bilsə ki, bunun elə gördüyü işin mahiyyəti nədir? Nədən? Bunun axirətinə xeyri var ya yoxdur? Ki, görürsən, deyir, haqqı görür, həqiqəti görür, amma özünü görməməzlikdən gəlir. Allah ona qulaq veribdir, eşitməkdən ötürü həqiqətləri, haqqı eşitməkdən ötürü dil veribdir ki, insan hər sözü, nə olsun Allah-u Mütəal sənə dil veribdir, o dili veribdir sənə ki, ya hər sözü gərək danışasan. Əlbəttə. Bəzi şeylər var ki, gərək olar danışılmıyor. Əlbəttə. O bir məşhurlaşmış deyim var ki, heç kəs ölümü özü barəsində düşünməz. Həmişə, yəni başqa insanların barəsində ölümü düşünər, amma insan öz ölümü barəsində düşünməz ki, bu da elə qəflətin ən bariz nümunəsidir. Bəli, qəfləti biz nə etməliyik? O ki, bizə sadalanan hədislər, rivayətlər ki vardır, onları oxumaqlıqla, onlara belə deyək, düşünməkliklə, təfəkkür eləməkliklə insan eləyə bilər ki, səadət yolunu tapsın. İkincisi ondan ibarətdir ki, elm öyrənməkliklə. Ki, savad almaqlıqla elmi, bəli,
Bəli, insanın həyatında elm hədislərimizdə də vardır ki, Nəbi-i Mükərrəm İslam buyurur ki, elm bir nurdur ki, Allah-u Teala istədiyi bəndənin qəlbində onu qərar verər. Necə ki, Peyğəmbər İslamımız məktəb görməmişdi, yazmaq bilmirdi, oxumaq bilmirdi, amma Allah-u Teala qadirdir, Allah-u Teala alimdir. Nəbi-i Mükərrəm İslamı bir dənə cahiliyyət dönəmində bir alim kimi bəşəriyyətə bəxş elədi ki, Adəmdən belə deyək də ta indiyənəcən bəşəriyyət Həzrəti Peyğəmbər İslamın elmindən faydalanır. Elə sözlər deyibdi ki, Nəbi-i Mükərrəm İslam, hələ onun hələ böyük möcüzatından birisi mübarək Qur'an-ı Kərimdir ki, dünya bu günləri onun ecazındadır. Bəli, bəli. Ki, hətta hər bir yeni bir texnologiyada icad eləsələr, hər nə eləsələr də görürsən ki, geci tezi gəlir Qur'andan keçir. Görürsən, onun barəsində hansısa bir agədə açıqlaması ilə, hansısa bir məsumun dili ilə o ortaya çıxır ki, 14 əsr bundan qabaq Peyğəmbər İslam Qur'an-ı Kərimdə Allahın sözünü cəmaata çatdırıb. Ki, bəli, elm bir nurdur ki, Allah-u Teala istədiyi bəndəsinin qəlbindən onu cari eləyər ki, elmimiz olsa, biz imanımızı belə deyək, bada vermərik. Ondan düzgün şəkildə istifadə eləyib və axirət səadətinə nail ola bilərik. Bəli, Qur'an-ı Kərim bu barədə Fatir surəsinin 28-ci ayəsində buyurur ki, Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxarlar. Ki, bizim ki, vaxtımız yoxdur, dünya bizim başımızı qatıbdır elm öyrənməkliyə, məsəl üçün, onun nurundan istifadə eləməkliyə, məsələn, bəzi insanlarımızın vaxtı yoxdur, getsin, elm öyrənsin, Qur'an oxusun, istər dünyəvi elm olsun, istər dini dərslərimiz olsun ki, bunlarla vaxt tapmır bu dünyəvi işlərdən ki, getsin, öz dini barəsində maraqlansın. Ona görə də Allah-u Teala öz Qur'anında buyurur ki, bəndələrim içərisində yalnız Allahdan qorxan kimlərdir? Alimlərdir. Ki, ona görə də alimlərimiz, Allah dünyasını dəyişən bütün alimlərimizə, müctəhidlərimizə rəhmət eləsin, yerdə qalanlarına Allah-u Teala bərəkətli elm ömür versin və elmlərini cəmiyyət üçün bərəkətli qərar versin inşallah ki, onların sayəsindədir ki, onların muizələrindən, nəsihətlərindən, vəsiyyətlərindən bu yerdə qalan elm ki, əldə eləyə bilməyənlər onların sözlərindən istifadə eləyib öz imanlarını tənzimləyirlər. Və üçüncü amil də ondan ibarətdir ki, insan əgər başqasına ürəklə bağlansa, elm ona təsir etməsinə mane olar. İmana ürəkdən bağlanmaq. İnsan əgər başqasına ürək bağlayarsa, elmin ona təsir etməsinə mane olar. Belə ki, bəzən insanın bir şeyə elmi vardır, ancaq ona iman gətirmir. Elmi var, amma iman gətirmir. Bəli. Çünki ürəyi başqasına bağlıdır. Ürəyini başqasına bağlayıbdır. Qəlbdə neçə sevgi olar? Bir sevgi olmalıdır, düzdür? İlahi sevgi. Bəli, o da ki, ilahi sevgi. Ondan qalan başqa şeylər insanın dərdinə deyməz. O həvai həvəsdəndir, ötüb keçəcəyidir, insana qalmayandır. Ki, nə cürlə ki, Əli əleyhissalamdan sual edirlər ki, nə cürlə bu məqamları əldə elədin? Əvvəlcə qəlbimə bir keşikçi qoydum ki, hər şeyi ora buraxmasın. Allah sevgisindən başqa. Ki, bu da imanın güclənməsinə səbəb olan amillərdəndir. Elm zehnə aiddir, iman ürəyin işidir. İman ürək verib və ürəklə bağlanmaqdır. Həqiqətən. Bu o zaman həyata keçir ki, ürəyin bütün diqqəti Allahda olsun,
o da başqasına diqqət göstərməsin. Bəli. Ona görə də o kəslər nəsihət və təfəkkürü qəbul edirlər, onların ürəkləri vardır. Məsələn, bir misal çəkək Quran ayəsindən ki, bu ayəni zikr eləyək, Firon kimləri Allahın ayələri ilə rastlaşan zaman onu inkar edirlər. Çünki ürəkləri ölmüşdür. Sən Firon nə deyirdi? Bilirdi ki, Həzrəti Musa həqdir. Bəli. Görürsən ki, Həzrəti Musanın möcüzələrinin müqabilində görürdü, həqiqəti görürdü, amma inatkarlığı üzündən nə edirdi? Həzrəti Musanı inkar edirdi. Hətta həqiqətləri nəinki eşitmişdi, hətta öz gözünə əyanı öz sürətdə gözü ilə də görür. Məsələn, Əsanın əjdaha olmalığı, onun gətirdiyi sehirkarların Həzrəti Musaya iman gətirmələri ki, bunlar hamısı bir göstərici imanın göstəricisidir ki, inatkar şəxslər nə cürünə hərəkət edir, özünü cəmiyyətdə nə cürünə göstərir və bütün ümmətlərə öz hərəkəti ilə mənfi ülgü olur. Amma Həzrəti Musa kimiləri öz imanı ilə də bəşəriyyətə 14 əsrdir ki, imanının güclülüyü ilə, imanının qəviliyi ilə nümunə olur ki, əgər bir insan istəyir imanında sabit qala, gələk neyniyə? Bəzi yerlərdə Firon kimilərinin müqabilində imanını möhkəm saxlayır. Və ona möcüzələrimizlə daxilən yəqinlikləri olsa da zülm və təkəbbür üzündən inkar edirlər. Ki, nə deyirdi? Firon deyirdi ki, ənə rəbbikumul əla. Mən sizin ən uca yaradanınızam. Bəli. Sən getir deyirdi, nə cürünə? Həzrəti Musa deyir ki, mənim Rəbbim öldürür, dirildir. Deyir, mən də öldürürəm, dirildirəm. Həzrəti Musanın sözünün müqabilində bunu deyirdi. Sən zindandan 2 nəfər getirirdi, birini öldürtdürürdü, deyirdi, gördüm, mən də öldürdüm. Birini də azad edirdi, deyir, demirsən ki, ya azadlıq bəxş edir mənim Allahım, ölünü dirildir. Mən də bu öləcəkdi, eydamlıq idi, mən bunu azad elədim. Bəli, ayənin davamında bil ki, buyurur ki, bir gör fitnə fəsad törədənlərin aqibəti necə olur? Ki, bundan bizə xəbər verir ki, imansız şəxsin aqibəti necə olur? Gec-tez həmin bu büdrəmələr, o imanında buraxdığı zəifliklər insanı getirir, gəlir pis bir mərhələyə çatdırır ki, artıq iş bitibdir, insan bu dünyanla vidalaşandan sonra kamilləşir. Düzdür? Ruh ki, bədəni tərk eləyəndən sonra cəsəd. İnsanın cəsədi gedir, torpaqlara qarışır. İnsan elədiyi işlərin müqabilində imanlıdırsa, onu ilə yaxşı rəftar olunacaq, imansızdırsa, onun da bu dünyada olanda Qur'an-ı Kərim nazil olubdur. Elə belə kitab deyil. Əlbəttə. Düzdür? Əlbəttə. Qur'an buyurur ki, ya leytənə kuntu turaba. İnsan bu gördüyü əməllərinin müqabilində elədiyi imansızlıqların nəticəsində özü üçün hazırladığı aqibətə görür ki, bunun qabağında dayanmalıdır. Bunların sorğu-sualına cavab verməlidir. Quranda neçə dənə vardır ki, insan ey kaş deyir. Bəli. Kaş imansızlarla oturub durmayaydım, kaş peyğəmbərlərin elədiklərinə iman gətirəydim, peyğəmbərlərin dostlarından olaydım, onların dostları ilə dostluq eləyəydim və s. ilaxir. Axırda da gəlir deyir ki, görür vəzifədir. Sən demə bu dünyaya gəlibdir, yeyib içməkdən ötürü yox. Nəsil artırmaqdan ötürü yox. Bəli. Sən bunun boynunda vəzifələri var imiş. Bəli. Məsuliyyətləri ki, axırda gəldi ki, ya leytəni kuntu turaba, Nəba surəsinin axırıncı ayəsini zikr eləyir ki, kaş mən torpaq olaydım, bu qədər soru-sualın qabağında dayananacaq. Bəli. Axırıncı sözümüz bu olsun ki, əzizim, beləliklə deyə bilərik ki, imanın güclənməsinə 3 addım atmaq lazımdır ki, birincisi bunun qəflətdən ayılmağımızdır, qəflətdən ayılmalıyıq. İkincisi, elmimiz olmalıdır, çalışmalıyıq, elm əldə eləyək
Üçüncüsü də ondan ibarətdir ki, imana ürəklə bağlanmağımızdır ki, əgər imana ürəklə bağlansaq, aqibətimiz yaxşı olacaq. İnşallah Allah bizim aqibətimizi xətmi bi xeyr eləsin inşallah və Allah istəyən, Əhl-i Beyt istəyən, İmam-ı Zaman istəyən bəndələrdən olaq inşallah. Amin. Təşəkkür edirik sizə. Həqiqətən bu könül oxşayan çıxışınıza görə çox incə məqamlara toxundunuz və elə bir məqamlar açıqladınız ki, inanırıq ki, tamaşaçılarımız üçün çox faydalı olacaqlar. Onlar da öz imanlarının güclənməsi üzərində işlədikdə elə sizin çıxışınızdan faydalanmış olacaqlar. Dəvətimizi qəbul edib gəldiyinizə görə sizə bir daha minnətdarlığımızı bildiririk. Var olasınız. Allah razı olsun sizdən. Mən də Allah-u Teala'dan istəyirəm ki, ən birinci növbədə bu dediyim sözlər həm özümə təsir qoysun, həm öz həyatımda əgər əksiklik vardısa imanımda, ən birinci növbədə özümə imanı arzulayıram. Ondan sonra dinləyicilərimizə Allah-u Teala'dan gözəl imanlar arzulayıram. Təşəkkür edirik sizə. Var olasınız. Allah vücudunuzu bir bəla eləsin. Amin. Dəyərli izləyicilərimiz, siz Haqqın Sədası proqramını izləyirdiniz. Mütəal Allah bizə imanımızı kamilləşdirməyi və özünün də Qurani Kərimdə dəfələrlə buyurduğu "Ey iman gətirənlər" ifadəsinin müxatabı olmağı lütf etsin. Növbəti buraxılışlardayıq. Allah'a emanet. Bağışlayan və mehriban Allahın adı ilə. Dəyərli izləyicilərimiz, Həyatın Ekranı 14 TV'nin efirində Haqqın Sədası proqramının növbəti buraxılışında hər birinizi xoş gördük. Bizim bugünkü mövzumuz imanın həyata təsiridir. Qonağımız isə ilahiyyatçı Həbib Xəlilovdur. Həbib bəy, xoş gəlmisiniz. Xoş gününüz olsun. Bismillahirrahmanirrahim. Biz də öz növbəmizdə sizi və əziz dinləyicilərimizi salamlayırıq. Bu möhtəşəm kanalın rəhbərliyyətinə və sizlərə öz minnətdarlığımızı bildiririk ki, zəhmət çəkmisiniz, ehtiram qoyub bizləri öz verişimizə dəvət etmisiniz. Dəvətimizi qəbul edib gəldiyinizə görə biz sizə minnətdarlığımızı bildiririk. Var olasınız. Mövzumuz həqiqətən də ümumiyyətlə inancından, etiqadından asılı olmayaraq hər bir insan həyatında çox mühüm rol oynayır iman məsələsi. Əlbəttə ki, hər kəsin bir cür imanı var, hər kəsin iman dərəcəsi fərqlidir, amma bugün istərdik mövzunu geniş əhatə edək. Ümumiyyətlə, ilk sualımız bir müqəddimə xarakteri daşıyır, bir giriş olsun. Ümumiyyətlə, İslam dünya görüşündə, İslam maarifinin lüğətində iman nə deməkdir? İmanın insanın həyatında rolu çox böyük əhəmiyyət kəsb edən amillərdəndir. İnsanın imanı olmasa, insanın başqa əməlləri də qəbul olunmaz. Bəli. Ki, bu deyilişlə nəzər salsaq, Qur'an-ı Kərimə ki, bizim əbədi olan kitabımızdır. Asimani bir kitabdır. Ki, burada Allah-u Teala biz qəbul eləmişik. Onun peyğəmbərlərini qəbul eləyib, ləbbeyk demişik. Bəli. Və sözümüzə istinadən olaraq Qur'ana müraciət eləyə bilərik və Qur'an-ı Kərim imanın olmağı barəsində bizlərə hansı bəhrəsini verib, tövsiyəsini veribdir ki, bunlardan istifadə olunsa, bu keyfiyyətdə insan olsan, imanın kamil olar və Allah istəyən bəndələrdən olarıq. Bəli. Ki, ona görə də Allah-u Teala Bəqərə surəsinin 3-cü ayəsində buyurur ki, Bismillahirrahmanirrahim. Əl-ləzinə yu'minunə bil-qayb və yuqimunəs-salətə və mimmə razaqnahum yunfiqun. Ki, tərcüməsinə baxsaq, Allah-u Teala buyurur ki, o kəslər ki, qeybə, Allaha, vəhiy, mələklərə və məad kimi hissiyyatın dərk edə bilmədiyi şeylərə inanır, namaz qılır, haqqın müqabilində boyun əyir
və ona ruzi olunanlardan, infaq olunanlardan Bəli. o da Allah yolunda xərc eləyir. Bəli. Bəli. Təşəkkür edirik sizə. Ümumiyyətlə, imanın var olması həyatımızda nə qədər əhəmiyyət daşıdığını və hansı təsirlərə malik olduğunu biz bilirik və biz bunu yaşayırıq. Bəs imansız həyat, əgər imansız olarsa, bu həyat dünyada da, axirətdə də nə ilə nəticələnər, necə bir nəticəyə gətirib çıxardar insanı? Ümumiyyətlə, iman sözdə təsdiq etmək mənasındadır. Bəli. Şəriətdə isə bunu əmələn yerinə getiririk biz. Bəli. Ki, həm dildə deyirik, həm əməldə əməlimizlə təsdiq edirik o şeyləri ki, Peyğəmbərin gətirdiyi Qur'ana, qeyb aləminə iman gətiririk. Namaz qıl, Allah deyir, namaz qılırıq, oruç tuturuq və başqa məsələlər ki, biz yerinə getiririk. Bu imanı əmələn, deyinki dildə deyilməklə. Bəli. Bir insana baxarsan, hamımız görərsən ki, imandan danışarıq, amma əməldə görərsən ki, təsdiqimiz yoxdur. Bəli. Bunu yerinə getirməkdən ötürü də dillə deyib, qəlblə, vücudumuzla bunu nə etməliyik? Yerinə getirməliyik ki, bu Allah istəyən olsun və insan kamil şəkildə Allaha tərəf çata bilsin, Allah tərəfinə yönələ bilsin ki, bəli, bu əməllə də imanımızı təsdiqləmiş oluruq. Bəs sadəcə iman olmayanda bu nə cür nəticə olur, necə bir təsir göstərir? İnsan imansız yaşaya bilirmi ümumiyyətlə? Bəzi insanlar vardır ki, bəli, imansız yaşayırlar. Bu, indiki dövrümüzdə də beləsinə şeylər çoxdur. Bəli. Görərsən, insan imandan danışar, amma görürsən ki, o tərəf ki vardır, nə Allah qəbul eləyir, nə axirət aləminə imanı vardır, nə qeybi şeylərə imanı vardır. Onlar onun gözündə heç bir şey kimidir. Ki, dildə deyir ki, hə, bu beləsinədir, amma təsdiqə gələndə, məsəl üçün deyir, mən müsəlmanam, iman gətirib gəlmişəm. Amma əməlinə baxanda görürsən ki, azanın vaxtıdır, görürsən ki, o getdi başqa bir yerə, namaza getməliydi, Allaha tərəf yönəlməliydi, amma o başqa bir səmtə getdi ki, Allah o işlərdən bezardır. Bəli. Məsələn, şeytan ki, insanı vəsvəsəyə salır, görürsən ki, şeytanın xoşladığı işləri o yerinə getirir, gəlir. Hacı, elə son cavablamanızdan irəli gələrək bir maraqlı sual yaranır ki, elə tamaşaçılarımız üçün də çox faydalı olacaq. Ümumiyyətlə, iman necə zəifləyir və zəifləməsinə nə səbəb olur? Yəni, biz hansı əməlləri etsək, nələri yerinə yetirsək və nələri etməsək bizim imanımız zəifləyər? Bu haqda lütfən. Və imanın zəifləməsinə səbəb olan amillər çoxdur. Ki, imanımızın aradan getməsinə səbəb olar. Əvvəlcə o işləri insan görsə, insanın imanı zəifləyər və nəticədə görərsən ki, imansızlıq ucbatından insan küfrə tərəfdə gedə bilər. Bəli. Bunlardan bir neçəsini mən istəyirəm sadalayım sizin üçün ki, imanı zəiflədən amillər hansılardan ibarətdir? Əlbəttə. Günah etmək və onlardan əl çəkməmək. İbadətləri həvəssiz yerinə getirmək. Məsələn, namazın vaxtıdır. İnsan azanın səsini eşidə-eşidə qoy bu işimi görüm, qoy hələ vaxtına vardı, günün batmağına çox qalıb. Bəli. Bunlar hamısı nöqsandır, yığılır bir-birinin üstünə. İnsanın bəzən görürsən ki, bu cürlə vəsf edirlər ki, imansızdır, günahlarının çoxluğunun ucbatından insanın ruhu ağ bir vərəq kimi vəsf edirlər. Və ora bir nöqtə qoymaqlıqla ləkə salırsan. Bəli. İnsan öz ruhiyyəsinə. Bəli. O nöqtələri də ki, getirib gəlirlər insanın pak bir ruhu nə cürlə ləkələyir günahlarla. Ki, hər bir günah eləyəndə bir nöqtə düşməklə onları bir yerə cəm eləyəndə görürsən ki, silinməz bir ləkə meydana gəlir. Bəli. Ki, bu da
yavaş-yavaş günahların çoxalmaqlığı ilə insanı küfrə tərəf aparır. Qəlbin sıxılması və depressiyaya düşməsidir. Müsibətlər vaxtında insana bir müsibət baş verəndə dözümsüzlüyüdür ki, insanın imanının zəifliyinə gətirir, çıxardır. Və buna misal olaraq, əgər istəyiriksə bunun müqabilində biz imanlı olaq, biz baxmalıyıq Əhl-i Beyt əleyhəssəlama. Peyğəmbər və onun pak Əhl-i Beytinə ki, bizim üçün nümunədirlər. Bəşəriyyət üçün Allah-u Mütəal, görürsən, bütün dünyada hər nə qədər ki, insan vardır, Allah-u Mütəal seçib onların içindən bizə Peyğəmbər və Ali Peyğəmbəri ülgü qoyubdur. Ki, əgər bir insan hər bir işdə, yaxşı bir işdə istəyir ki, müvəffəqiyyət qazansın, gərəkdir ki, Peyğəmbər və Ali Peyğəmbərin nəsihətlərindən öyüd götürsün öz üçün. Nəsihət alsın. Harda Peyğəmbər kimi ilə nə cür rəftar edib, günahkarlarla nə cür rəftar edib, imansızlarla nə cür rəftar edib, möminlərlə hansı işi görübdür. Bəlanın qarşısında nə cür rəftar edib. Bəlanın müqabilində məxsusən də İmam-ı Səccad əleyhəssalamın Səhifə-i Səccadiyyəsinə biz nəzər salsaq, görərik ki, məsum imam nə cür müsibətlərin, bəlaların qabağında Allahla nə cür münacat edir. Və iman cəhətindən bizə tövsiyə olunubdur böyük alimlərdən ki, əgər istəyirsənsə dilin Allah müqabilində Allahla gözəl danışsın. Səhifə-i Səccadiyyə bunun bir nümunəsidir ki, məsum imam orada zar-zar ağlayır. Halbuki məsumdur ya, heç bir yer-göy onların ixtiyarında ola. Amma görürsən ki, İmam-ı Səccad əleyhəssalam Allaha deyir, mənə gözəl iman bəxş eləginən. Ki, buradan biz bəlli olur ki, hər bir işimizin əvvəlində də, ortasında da, axırında da biz diqqət eləməliyik imanımıza. Ki, imanımız bizim sabit qalsın. Bunun müqabilində də biz misal gətirə bilərik. Fərqi yoxdur günlərimizin, istəyir Məhərrəm ayı olsun, mübarək Ramazan ayı olsun, ya fərqi yoxdur, hansı bir ay olsun, əgər nəsihət götürmək istəsək, görərsən ki, İmam Hüseyn əleyhəssalamın o qanlı səhrasına baxanda, aşurasına baxanda, o gülüstanlıqda çox bir güllər vardı ki, biz nə edə bilərik, oradan özümüz üçün gözəl nümunələr götürərik ki, hər bir kəs istəsə, bəlanın müqabilində səbirli olsun və yaxud da ki, imanını əldən verməsin. Türklər demişkən belənçinə deyək, 7-dən 77-yə qədər həmin o səhrada gözəlliklər vardı ki, insan orada o müsibətlərin müqabilində mümkünatı yoxdur ki, nəyə? İmanı əldən çıxmaya, Allahı küfr eləməyə, nazubillah. Görürsən ki, bir insana bir bəla, müsibət üz verəndə o saat naşükürlük eləyir. Onun müqabilində görürsən ki, imandan çıxdı. Ki, bəzi hədislərimizdə də vardır ki, insan günaha düşən zamanda həmən o iman insanın ruhunu, bədənini tərk eləyir. Tərk eləyir və kənarlaşır. Ki, o insan şəhvət, qəzəb hissini aradan aparsın. Ki, mümkün deyil ki, ikisi bir yerdə ola. Ya küfürdə olmalıdır, ya imanda olmalıdır. Amma bizim çalışdığımız, bizim səmərə göstərdiyimiz bundan ibarətdir ki, biz küfür tərəfində yox, iman tərəfində olaq. Ki, imanımız sabit olsun ki, bu enişli, yoxuşlu Allah-u Mütəal ki, bizə neçə il ömür veribdir, onu sabit bir imanla Allaha tərəf qaytara bilək. Bəli, dünyaya çox bağlanmamaq, dünyanı çox sevməmək. Günümüzün bəlası. Bəli. Bugün məsələn, çox insan vardır ki, görürsən, hələ dini cəhətdən götürək. Məsələn, çox namaz qılanlar vardır ki, görürsən ki, dünya məhəbbəti imkan vermir o insana ki, o uca ali məqamlara yetişə bilsin. Maddi sıxıntılarla, məsəl üçün, ailə davranışları ilə və s. ilaxır ki, o şeylər ki, mənfi xüsusiyyətlərdir, heç
insan istəmir dilinə getirsin. Onlarla nə edir? Öz gözəl həyatını imansızlaşdırır. Ki, amma eləyə bilər ki, bunları çərçivəyə sala, Bəli. düzgün bir şəkildə Peyğəmbər və Ali Peyğəmbərdən o öğüd nəsiyyəti götürə və öz həyatını gülistanlığa çevirə. Quran ayələrinin təsir etməməsi. Qur'anı oxuya, ona məhəl qoymaya. Çox mühüm məqamdır bu. Bəli. Bunun üstündə oturub fikirləşməyə. Halbuki Allah Mütəal buyurur ki, təfəkkür əhli üçün, fikir əhli üçün bizim ayələrimizdə ibrətlər vardır. Bəli. Ki, insan onları düşünə, təfəkkür eləyə və özünə yol tapa. Bəli. Və dua etməkdə aciz ala. Məsələn, deyək ki, mən nə istəyim Allahdan, məsələn. Bəli. Onsuz da bilir. Bəli, tənbəlçilik eləyə, məsələn. Amma İmam Səccad əleyhissalam yenə də deyirəm, abidlərin zinəti olan İmam Səccad əleyhissalam nə edir? Bunun gözəl yolunu bizə öyrədir. Məsələn, lazımdır ki, insan ədəbi dillə, dura Allahla danışa, kitab dili ilə danışa. Hələ gözəlliyi hələ ondadır ki, Allahla hələ özün bildiyin kimi nə eləyəsən, söhbət eləyəsən. Buyururlar ki, belə bir deyim vardı, bir nəfər deyir, oturmuşam Kəbənin kənarında, qədimi sözlərdəndir, eşitmisiniz də ki, təkrar olsun bizimcə. Deyir, gördüm bir çoban gəldi, gördüm danışır. Allahın beytinə baxır, söhbət eləyir. Qulaq astım, gördüm, deyir, ilahi, mən bir çobanam. Çobanlıqdan başqa əlimdən bir iş gəlmir. Ki, mən ki, çobanam, qabağımdan 100-500 min heyvan vardı. Mənim sürümdə bir axsaq heyvan olanda, mən onu sürüdən ayırmıram. Onu da qoşuram sağlam heyvanlara. Ki, aparıram. İndi Allahın otundan, ələfindən, suyundan yiyir, içir və həyatına davam edir. Və mən də gəlmişəm. Sənin bu cəmaatına qoşulmuşam. Yəni, alim deyiləm, arif deyiləm. Mən ki, nə cürlə o heyvanların ki, yiyəsiyəm, sahibiyəm, mən bu heyvanı, axsaq heyvanı, xəstə heyvanı o birlərdən ayrılmadığına görə, yəni mənim mərifətim azdır. İmanım ola bilsin azdır. Amma imanının, belə deyək, az olmaqlığı ilə yox, cürlə Allaha mərifət tapıb imanı, yəni bunun çox gözəldir ki, ehtiyac yoxdur ki, ondan ötürü gedib universitet oxusun, gözəl bir fəsahətlə, bəlahətlə danışsın. Çox gözəl bir bunu anlatdı. Başqalarına da dərs verdi ki, bu cürlə məsəl üçün biz də nə edə bilərik? Allah Mütəalla imanımızın sabit olmaqlığında, belə deyək də, səy göstərməliyik. Özümüz nə cürlə başarırıqsa, təklikdə, xəlvətdə də olsa, Allahla öz münacatlarımızı çoxaldaq və imanımızın axırıcan bizdə qalmasından ötürü Allahdan istəyək və yalvaraq. Və imanın zəiflənməsinin səbəbləri nədən ibarətdir? Bəli. Ki, bir neçə dənə mən istəyirəm burada. Möminlərin əhatəsindən uzaq olmaqlıqdır ki, insanın imanını zəiflədər, aradan aparar. Bəli. Yəni, günahkarların əhatəsində olmaqlıqdır. Bu, bizim öz həyatımızda da çox baş verən gündəlik işlərimizdən biridir. Əgər bizim ətrafımız mömin olarsa, bizim demək olar ki, günah eləməkliyə vaxtımız olmaz. Məsələn, namazlarımızın, lap elə deyək ki, gündəlik öz evimizdə də, tək olanda da vaxtında bəlkə namazımızı qılmasaq, Quran oxumaqlığı riayət eləməsək, həmin bu möminlər səbəb olur ki, neyək? Biz özümüzü cəmiyyətdə heç olmasa mömin kimi göstərək. Həqiqətən. Bəli. Ki, namaz qılınacaq, vaxtında qılınır, möminlərlə qılırsan. Əks təqdirdə ki, günahkarların əhatəsində olmaqlıq, biz istəyirik neyək? Öz imanımızla o pis xislətli dostlarımızı öz tərəfimizə çəkək. Bəli. Ki, bunda da insanın nə lazımdır? Ondan ötürü insanın imanı görə güclü olmalıdır ki,
ətrafındakı o pis dostları Allahın yoluna tərəf yönəldə biləsən. Bəli. Ki, buyurur ki, burada günahkarların əhatəsində olmaqlıqdır ki, imanı zəiflədən amillərdən birisidir ki, bir gün oturacaqsan, gülməyən adam, məsəl üçün o çərçivədən çıxmayan insan bir gün baxacaq, 2 gün baxacaq, 3-cü gün başlayacaq. Bu həqiqətən də beləncədir. Biz istəsək də, istəməsək də günümüzün belə deyək də ən çətin anlarından, vaxtlarından birisidir ki, Allah heç kimə pis dost nəsib eləməsin. Amin. Amin. Bəli, dini öyrənməməkdir. İnsan öz dini vəzifələrini bilməməkliklə nə edir? İmansızlığa və imanının zəiflənməsinə səbəb olur. Ki, bəli, insan öz dinini öyrənsə, Allahı tanasa, Peyğəmbəri tanasa, axirət aləminə etiqadı, imanı olsa, onun imanı heç vaxt zəifləməz. Bəli, insan vaxtının çoxunu dünya işlərinə sərf edir, amma Allah tərəfinə, belə deyək də, mənəviyyatı ki, insanın acdır, onu doldurmaqdan ötürü bir şey lazımdır. Bizim cismimizin qidası yeməyimiz, içməyimizdir, amma ruhun da qidası nədir? Allahın buyruqlarının xidmətində durmaqlıqdır. Ki, biz ki buyururuq, la ilahə illallah, Allahı təkliyini qəbul eləmişik, iman gətirmişik. Bəzən dedik ki, əlhəmdülillah, müsəlmanam da. Amma müsəlmansan, dildə müsəlmansan. Bəli. İnsan dildə müsəlmanlıqla insana axirətdə heç nə verməzlər. İman və ona əməl eləməklik, insan öz əməli ilə, vücudu ilə onu təsdiq eləməlidir və axirətdə ki, Allah-u Mütəal bizə vəd veribdir. Behişt, amma müminin düzdür, hədiyyəsi, əgər ki, Allahın dediklərinə bəndəçilik eləyibsə, onun mükafatı behişdən də yuxarıyadır. Ki, onu Allah-u Mütəal özü bilir ki, ilahi təqvadı olanlar, Allaha tərəf imanlı olmaqlıq, onun mükafatını həqiqətən də Allah-u Mütəal özü verəcəkdir. Bəli, vaxtını həddən artıq çox ailəsi ilə keçirdən. Məsələn, bir söz deyirsən, görürsən ki, bugünkü gündə ki, sənin bu günləri Allahın dininə köməkliyin lazımdır. Məsəl üçün, bir məsciddə, bir Hüseyniyyədə, məsələn, tədbir keçirməklikdə, bu günləri bizim ona çox ehtiyacımız vardır ki, möminlər gərək cəm olalar. Küfrün müqabilində neynəməlidir? Mömin dayanmalıdır. İnkişaf gedir, düzdür, müasirlikdir. İndi sən pis paltar giyinib çıxsan, deyəcəklər ki, bu beləncini, bunlar belədir. Amma onun müqabilində nə cürlə ki, Həzrəti İmam-ı Sadiq əleyhəssalam bir kişiyə söhbətində biridir ki, nə cürlə sən gözəl libas giyinmisən əynivə. Ki, sənin atan Əmirəl-Müminin Əli ibn Əbi Talib əleyhəssalam köhnə paltarda gəzərdi. Özü öz ayaqqabısına, nələyinə yamaq vurardı, əbasının cırığını tikərdi. Ki, Həzrət Sadiq əleyhəssalam buyurdu ki, mən elə bir mühitdə yaşayıram ki, mən gərək bu cür nə giyinəm. Və onun sözündən sonra Həzrət qəbasını deyir, kənara çəkdi, gördü insanın bədəninin narahat eləyən yum bir paltar vardı altında. Ki, Həzrət onu da göstərir ki, yəni elə bilməklə, necə ki, Əli əleyhəssalama atasına deyirdilər ki, sən əmirsən, sən xəlifəsən, bu sənin yeməyin, quru arpa çörəyi yeyirsən, süt verirlər, ondan imtina edirsən, su içirsən, axı sən Əmirəl-Mümininsən, elə deyək də, indiki dilləndirsək, bir məmləkətin padşahısan, prezidentisən. Bəli, hükümdarısan. Bəli. Həzrət orada deyir ki, eləyə bilərəm ki, mən əynimə elə bir libaslar giyinəm ki, dünyada heç kimdə olmasın. Mən eləyə bilərəm ki, o cür yeməklərdən istifadə eləyəm ki, heç kimi onun dadından xəbəri yoxdur. Bəli. Amma mən bir
Allahın hidayət edicisi kimi nə cürlə mən o libaslardan geyinərəm, nə cürlə o ləziz yeməklərdən yeyərəm ki, Yəmamə o vaxtı buyururlar ki, bir yer idi ki, ondan o yana İslam getmədi. Ki, mən nə cürlə bunları giyinim, yiyim ki, Yəmamədə bir dənə uşaq ac yatsın, bir nəfər libassız gəzsin. Bəli. Ki, bu göstərici ondan ibarətdir ki, iman insanın həyatında böyük rol oynayır. Bəli. Təşəkkür edirik sizə bu təfərrüatlı cavablamaya görə. İnanırıq ki, elə tamaşaçılarımız üçün də çox faydalı olacaq. Minnətdarıq sizə. Dəyərli izləyicilərimiz, qısa fasilədən sonra yenidən sizinlə birgə olacağıq. Bizi izləməyə davam edin.